Orijinaldan belə bir sual var imiş. Bu Türklərin TYT matematik kitabından götürülmüş bir sualdır. Ve şagirdimiz məndən xahiş etdi ki, bu sualı izah edib, gəlin elə buna izah edim sizlərə. Deməli, ilk öncə bura bir üçbucağımızı çəkək. Bunun rəngini dəyişimi qoy, üçbucağı çəkməkdən ötəri fərqli bir rəng lazımdır bizə. Və diğerlərini burada qeyd edək. Deməli, burada veribdir. Burada veribdir. Adlandıraq tez bazar. Bura B'dir. Bura A'dır. Burada C'dir. Bucaq A 40 dərəcədir. Bucaq B 3x-dir. Bucaq C isə 4x veribdir bizə. Gəlin indi bunu həll edək. Bunu həll etməkdən ötəri bucaq A üstə gəlinsin, bucaq B üstə gəlinsin, bucaq C-nin cəmini mən bilməliyəm. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabər olduğu üçün bu 180 dərəcəyə bərabər olmalıdır. Və burada veribdir bucaq A 40, bucaq B 3x, bucaq C isə 4x bərabərdir 180 dərəcəyə. Və burada 40 üstə gəlinsin 3x-ə 4x 7x bərabərdir 180 dərəcə. Get-gedə sadələşdiririk. Və toplanan cəm, məchul toplanı tapmaq üçün cəmlə məlum toplanı çıxmaq lazımdır. 7x bərabərdir 180-dan da 40 çıxıram 140. X də bərabərdir 20. Məndən x-i soruşurdu. Hə, elə x-i soruşurdu. X də olacaq nə? 20 dərəcə. Başqa suallarda baxa bilərik. Görün burada. Məsələn, burada belə bir sual var. Gəlin örnək 2-yə baxaq. Heç nədən qorxmaq olmaz. Tez sizdən qorxsun. Belə sambalı görünür deyə qorxmayın uşaqlar. Əmin olun ki, doğru yolda getsəz həll edəcəksiniz. Yaxşı, yenə bir dənə üçbucaq çəkirəm buradan. Buradan bura qədər belə çəkdim. Yenə oxşatdım biraz, nəsə. Və buranı da uzatmalıyam. Yaxşı. Gəlin, indi bunun üstündə qeyd edək. Başqa rəng alım mən. Bu rəng olsun. Və adlandıraq. A, B, C, bu isə D, bura isə Y. Yaxşı. Və gəlin burada bunun dərəcə ölçülərini qeyd edək. Bu xarici bucaq veribdir 120 dərəcə. Bura veribdir 100 dərəcə. Bura veribdir x. Məndən nə istəyir? ABC üçgən MEAC bucağı MEAC bucağı 120, AC'də 100 olarsa verilənlərə görə EBD x kaç dərəcədir? Məndən burada bunu istəyir. Bura 120-dirsə, bura nə olacaq? 60. Bura 100 isə, bura nə olacaq? 80. Məndən bunu istəyirdi, x istəyir. Yenə bayaqki düstura əsasən gedirəm. Baxın, üçbucağın daxili bucaqların cəmi 180 dərəcədə. Burada bunu bilirik. Və onda belə yazaram ki, bucaq A üstə gəlinsin, bucaq B üstə gəlinsin, bucaq C bərabərdir, yenə 180. Oldu mu? Bucaq A 60, bucaq B olur x, bucaq C isə 80 olur, o da bərabərdir 180-a. 60 ilə 80 alınır 140, 140 plus x bərabərdir 180, x də bərabərdir 40 dərəcəyə. X-i tapdım. Deməli, bura neymiş? Bu 40 dərəcəyə bərabər imiş. Baxaq, örnək 2-də cavab nədir? 40 dərəcə, bəli.